Değerli tələbələr, növbəti bir sual izahı olaraq rebuslar mövzusuna aid olan belə bir sualın izahına baxırıq. Görək bunları necə yazırıq. Baxırıq ki, hər rəqəm bəzi fiqurların içərisindədir və bəzi fiqurlar bəzi işləri görür. Misal üçün, burada bizə verilən üçbucaq nə işi görür? Üçbucağın içərisində bir dənə də kvadrat var. O nə işi görür? Bizə bax bu deyir ki, fiqurlar hansı işləri görür. Deməli, 4'ü kvadrata qaldırıb. Yəni deyir ki, kvadrat öz işini görür. Yəni adının işini görür. Kvadrata qaldırır. Kv yazıram. Növbəti, nəyin içindədir? Üçbucağın. Bax, 4'ü kvadrata qaldırır, bölüb 3'ə. Yəni üçbucaq 3'ə bölür. Böl 3 yazaq buna. Böl 3. Sonra devam eləsək. Bu 6 bucaqlı nə iş görür? 6 bucaqlımız 8'i bölüb 4'ə. Düzdürmü? Demək ki, bu 6 bucaqlı İçərisindəki rəqəmi bölür neçəyə? 4'ə. Böl 4'ə. Növbəti, baxıram ki, burada bir dənə dairəm var. Ən böyük. O ən böyük dairə nə edir? Bu rəqəmləri topladın, düzdürmü? Yəni, dairənin işi toplamaqdır. Eyni qayda ikincidə də elədir. Baxın, üçbucağın nə edib? Axırda bölüb 3'ə. İndi bizə verilənə baxırıq. 3'ün nəyin içindədir? Kvadratın içində. Kvadratın işi nə idi? Elə kvadrata qaldırmaq. 3'ün kvadratı, sonra dairənin işi nə idi? Toplamaq. Bu hələ dursun kənarda. Üçbucağın işi nə idi? Bölmək. Üçbucaq nəyi böləcək? 21'i böləcək 3'ə. Bunların hər ikisi nəyin içindədir? Dairənin. Dairənin işi nə idi? Toplamaq. Bu ikisini topladım. Bəs bir dənə də 6 bucaqlım var. 6 bucaqlımın da işi nə idi? Böl 4'ə. Bunları bir dəfə də bölürəm 4'ə. Bərabərdir. 3'ün kvadratı elədim 9. 21'i 3'ə bölsəm 7. Bölürəm 4'ə. 9 ilə 7'ni toplayanda 16. 4'ünü də bölsəm alaram 4 cavabını. Yəni A variantını.